Hamıya salam, sizi də bugün özümlə işə aparıram. Bugün düz 4 müştərim var, həm makiyaja, həm də saça. Bunsuz olmazdı. Davam etməmişdən əvvəl onu qeyd eləmək istəyərdim ki, avqust, sentyabr və oktyabr aylarında endirim olacaq. Ziyafət obrazı, saç və makiyaj cəmi 80 manat olacaq. Bugünkü müştərilərimi hamısını çəkə bilməsəm də ikisini çəkdim. Birinci müştərimdə çox soft make-up var idi və saç düzümü olacaqdı. İlk dəfədir ki, kipriklər yapışdırırdı və çox xoşuna gəldi. Digər müştərilərdə də daha nude obrazlar oldu. Və makiyajdan öncə mən hər zaman referens istəyirəm. Müştərilərlə danışırıq, necə saç olacaq, hansı rəngdə geyim olacaq və elə müştərilər var ki, qərar verə bilmirlər necə makiyaj istəyirlər və mən bunu məsləhətdə görürəm ki, sizə bu rəng yaraşar, belə cür yaraşar. Çalışdığım qədər hamıya eyni makiyajı standart etmirəm və çalışdığım qədər də sizlər üçün də çəkərəm yaxından, əvvəl və sonra. Burada isə artıq bitirdim işlərimi, fırçalarım müştərilərdən sonra yığıldı, iş yerimi təmizlədim. Bu fırçaları mütləq indi aparacağım yumağa və təmizləyəcəm ki, sabahki müştərilərdə çirkli fırçalar olmasın. Rəylərdə fikirlərinizi yazın. Bu vloqu bəyəndiniz?